Çok teşekkür ederim. Ay pipihli fərə, Pərzarovsan, Mərzarovsan kimsən? Sən də elə baboşun bir taysan, başının ortası sapsarı. Kişi ola özünü getdin qadın elətdirdin, töyük oğrusu. Doğrudan da həqiqi başın xoruzun pipiyinə oxşayır. Töyüğün əyri pipiyi ola liliyinə, lümüyünə oxşayır. Eşidirsən mənə, milçə öldürən. Camadı yığmısan. Canlıda 70 bin, 80 bin adam var. Elə 80 binin içində sənin canlıva gələnlər elə sənin özün kimi elə lülükdür. Başa düşsən, bir petuğun ki canlısına ki bir insan ki gəlirsə var ha. Nə bilim mən ona nə demək, utanıb xəzalət çəkmirlər sənin canlıva gələnlərə. Siz bu dəqiqə gedib şəhid qapısı yoxlamalısınız. Bir dəqiqə qazilərin qapısını yoxlamalısınız. Qazi qardaşlarımızın, şəhid qardaşlarımızın qəbrində dizinizi çöküb qabağında baş əyməlisiniz. Bugünkü gündə siz onların şötünə yaşayırsınız. Yoxsa gedib o başı pipihli var ha, töyüğün axırıncı yumurtasını oxusan ördəyə. Gedib ona şey eləmişsiniz ha. Utanın, xəzalət çəkin ha. Gəlirsiniz sonra bizi kimi kişiləri, bizi kimi qeyrətli oğlanlara başlayıb söyüb qaç. Sizə yaşılbaş ördəklər. O insan bir sənətər olub. O haftağı əlində, qarışıq başında qaçırdı. Başa düşdün? Bunlardan olub kimdir də o? Kimdir? Üzdən İraqda düşmüşsünüz, üzdən İraqların izi ilə gedirsiniz. Bu iki cümlə amma qeyrətli namuslu kişilərə yaxınlaşıb bir kəlmə köməkli eləmişsiniz. Dəstək durmuşsunuz. Əlizar, yox bir Gülzar, yox bir qarışıq başında haftağı əlində. Töyük oğrusu.